Mənim neçə vaxtdır dua elədiyim, o dağların sonunda adını çəkdiyim insan nahaq yerə mənim qəlbimdə qərar tutmayıb. Atam işi ilə əlaqədar bəzən günlərlə maşın sürürdü, müxtəlif belə deyək, rayonlar, şəhərlər və s. Böyük uşaq mən olduğum üçün biraz məsuliyyət hissi gəlirdi mənə. Yenə də uşaq ağlımdan fikirləşirdim ki, mən ailəmizin böyüyəm və atam yoxdursa, bu məsuliyyət mənim üzərimdədir. Gecələr yatmamışdan qabaq o nənəmin dualarını xatırlayırdım. Başlayırdım yenə Allahla başlayırdı duamı. Sonunda deyirdim ki, Həzrət Abbas, sən özün nəzərində saxla atamı, yəni başına heç bir müsibət gəlməsin, çünki bizim pənahımız odur. Bir müddət keçdi, bu dualar davam edirdi və bir dəfə atam yenə uzun günlərdən sonra qayıtmışdı evə. Ailəmizlə əyləşmişdik, nənəm də bizdə idi və gördük atam nəsə belə bir qəribə əhvaldadır. Soruşduq, nə baş verir? Dedi ki, bəs bir hadisə gəlib başıma, bilmirəm bu nə hadisədir. Amma istəyirəm bir bölüşüm sizlə. Atam dedi ki, yenə yuxusuz uydum, maşın sürürdüm, evə tez çatmaq istəyirdim, yorulmuşdum artıq. Yəni, yuxusuz olsam da istəyirdim ki, evə tez çatım, çox yorğun uydum. Yatmışam sükan arxasında və bir də gördüm ki, bir əl toxundu mənə çiynimə. Və mən söndüm, sadəcə bir əl gördüm. Bədən yox idi, sadəcə bir əl var idi. Və nənəm oradan dilləndi ki, qolsuz əbəlfəzdir. Bu, mənim uşaq qəlbimdə bu öz həqiqətini tapdı artıq. Mən bildim ki, mənim neçə vaxtdır dua elədiyim, o dağların sonunda adını çəkdiyim insan nahaq yerə mənim qəlbimdə qərar tutmayıb.